أعوذ بالله من الشيطان الرجيم. الذين يظنون أنهم ملاقو ربهم وأنهم إليه راجعون. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وانفعني بما علمتني وزدني علما وفهما وألهكني بالصالحين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. İmanın rukunundan olan, imanın rukunlarından sayılan yəqinlik, bir də dinin, Müslümanın dininin kamilliyindən olan dində sabitlik barədə inşallah zikr edəcəm. Allah Subhanahu ve Teala İbrahim surəsində 24, 25, 26, 27-ci ayətlərdə buyurur. Ələm tərə keyfə dərəbəllahu məsələn kəlimətən təyyibətən kəşəcərətin təyyibə əsluhə səbitun və fər'uhə fissəmə. Allah Subhanahu Teala buyurur ki, sənin Rəbbinin necə misal çəkdiyini görmürsənmi? Allahın necə misal çəkdiyini görmürsənmi? O, yəni Allah gözəl kəlməni gözəl ağaca bənzədir. Həmən ağacın kökü sabitdir, kökü ağacın sabitdir və budaqları isə səmaya tərəfdir. Tu'ti ukuləhə kulləhinin bi izni rabbihə. Və həmən ağac hər zaman öz Rəbbinin izni ilə öz bəhrəsini verir. Və yadribullahu l-əmsələ linnəsi ləalləhum yətəzəkkərun. Allah insanlara bu cür misallar çəkir ki, öyüd nəsiyyət qəbul edələr, düşünələr. Və məsəlu kəlimətin xəbisətin kəşəcərətin xəbisə İctussət min fəvqül ərdi mələhə min qərar. Pis kəlmənin, xəbis kəlmənin misalı isə pis, xəbis ağac kimidir. Həmən ağacın kökü yoxdur, yerin üzərində dayanır və qərar tuta bilmir. Yusabbitullahul-ləzīnə əmənu bil-qavli səbit fil-həyəti dünya və fil-əxirə və yudillullahu-zalimin və yəf'alullahu mə yəşə. Allah Subhanahu Teala buyurur ki, Allah iman gətirənləri sabit kəlmə ilə bu dünyada və ahirətdə sabit edib və Allah zalimları azdırıb və Allah istədiyini edir. Ayətin başında, bu 4 ayətin başında Allah Subhanahu Teala buyurur ki, gözəl kəlmə gözəl ağaca bənzəyir. Əhl-i sünnətin təfsirçilərinin cumhuruna görə bu gözəl kəlmə la iləhə illallah kəlməsidir. Allah Subhanahu Teala buyurur ki, Ələm tərə keyfə dərəbəllahu məsələn kəlimətən təyyibətən. Gözəl kəlmənin misalını Allah görmürsən mi necə çəkir? Allah Subhanahu Teala gözəl kəlməni ağaca bənzədir və əhl-i sünnətin uləması deyirlər ki, bu gözəl kəlmə la iləhə illallah kəlməsidir. Bunu Abdullah ibn Abbas radiyallahu anhumadan bu günə olan təfsirçilər deyirlər. Allah Subhanahu Teala la iləhə illallah kəlməsini ağaca bənzədir. Sonra Allah Subhanahu Teala buyurur ki, əsluhə səbit. Ağacın kökü sabitdir. Yenə təfsirçilər, məsələn İbn-i Qeyyim rahiməhullah buyurur ki, ağacın kökü sabitdir, yəni
qəlbdə olan imandır ki, qəlbdə olan iman sabitdir. Əgər doğrudan qəlbdən iman gətirilibsə, qəlbdə iman sabitdir. Və fərhuha fissəmə. Budaqları isə səmaya tərəfdə Allah Subhanahu taala buyurur. İbn Qeym deyir ki, yəni salih əməllər. Və sonra Allah Subhanahu taala buyurur ki, tu'ti ukulaha kullahin. Həmən ağac hər zaman Rəbbinin izni ilə öz bəhrəsini verir. İbn Qeym deyir ki, rahiməhullah, yəni qəlbdə iman var, daim həmən o iman, qəlbdə olan iman öz bəhrəsini verir. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Ələ fil cəsəti mudğətun, İzə saluhət saluhəl cəsət kulluhu. Cəsəddə bir ət parçası var, salih olarsa bütün cəsəd salih olar. Ələ fəhiyəl qalb, o da qəlbdir. Ayətlə hədis üst-üstə düşür. Sonra Allah Subhanahu taala buyurur ki, və pis kəlmənin misalı, xəbis kəlmənin misalı pis ağac kimidir. Yerin üzərində dayanıb kökü yoxdur. Qərar tuta bilmir. İbn Qeym rahimehullah buyurur ki, bu pis kəlmə küfürdür, şirkdir. Və pis ağac isə kafirdir. Yerdə qərar tuta bilmir. Çünki şirkin küfrün heç bir əsli yoxdur. İftiradır, böhtandır. Ona görə yerdə qərar tuta bilmir. Və sonra Allah Subhanahu taala buyurur ki, və yusabbitullahu-llezine amanu bil-qavli sabit fil-hayatid dunya vel-axirə. Sonra Allah iman gətirənləri sabit kəlmə ilə həm bu dünyada, həm də axirətdə sabit edir. Əhl-i-sünnət alimləri ittifaq ediblər ki, bu sabit kəlmə la ilahe illallahdır. Doğrudan əvvəldə keçən ayətlərdəki kimi həqiqi iman bir kəsdə varsa, o həqiqi imanı ilə Allah Subhanahu taala onu həm bu dünyada, həm də axirətdə sabit edir. Həqiqi iman əhli doğrudan iman gətiriblərsə, bu ayətlərə görə həm bu dünyada Allah Subhanahu taala deyir ki, Allah onları bu dünyada da sabit edir, axirətdə də sabit edəcək. Və bu ayət həqiqi imanın açıqlamasıdır. Həqiqi iman nədir? Bu ayət bizə onu öyrədir ki, həqiqi iman qəlbdən başlayır. Və sonra onu zahirə vurur, qəlbdə olan şey. Və bu yəqinlə iman gətirən insanların vəsfidir bu ayət. Yəqinlik imanın rukunlarındandır. Allah Subhanahu və Teala Quran ayətlərində iman əhlini vəsf edir. Hucurat surəsinin 15-ci ayətində Allah Subhanahu Teala buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulihi sümmə ləm yərtəbu. Möminlər yalnız o kəslərdir ki, Allaha və Rəsuluna iman gətirdilər, sonra heç bir şəkki şübhəyə düşmədilər. Yəni yəqinlikdədirlər. Bəqərə surəsində Allah Subhanahu taala Bəqərə surəsinin əvvəlində 4-cü ayətdə Allah Subhanahu taala buyurur ki: "Vəllezîne yu'minûne bimâ unzile ileyke və mâ unzile min qablik." İman gətirənlər sənə və səndən qabaq nazil olan kitablara iman gətirirlər. Və bil âxirətihum yuqinun. Onlar axirətə də yəqinliklə inanırlar. Yəqinlik iman əhlinin bu ayətdə də sifətlərindəndir. Allah Subhanahu və Teala Maidə surəsində 50-ci ayətdə buyurur ki: "Əfə hukməl cahiliyyəti yəbğunə və mən əhsənu minallahi hukmən li qavmin yuqinun." Onlar cahiliyyənin hökmünü istəyirlər. Yəqin olan bir qövm üçün Allahın hökmündən daha gözəl hökm nə ola bilər? İman əhlidir bunlar. Allah Subhanahu taala deyir ki, yəqin olan qövm üçün ən gözəl şey Allahın hökmüdür. Yenə iman əhlini burada hökm məsələsində Allah Subhanahu taala yəqinliklə vəsf edir ki, onlar yəqinlikdədirlər. Sonra Allah Subhanahu və Teala Səcdə surəsinin 24-cü ayətində buyurur: "Və cəəlnə minhum əimmətən yəhdunə əmrənə." Və cəəlnə minhum əimmətən yəhdunə bi əmrinə ləmmə səbəru və kənu bi əyətinə yuqinun. Onlar səbr etdikləri zaman və ayətlərimiz barəsində yəqin olduqları zaman biz onlardan öz hidayətimizə yönəldən imamlar etdik. Yəqin olduqları zaman və səbr etdikləri zaman. Onlardan insanlar üçün hidayət edən imamlar etdik, Allah Subhanahu taala buyurur. İbn Teymiyyə rahimehullah bu ayətin təfsirində buyurur ki, "Bis sabri vel yəqin bihimə tənalul imamətə fid-din." Səbrlə və yəqinliklə dində imamətə nail olunur.
Yəni dində öndər olan insanlar səbirlə ayətə görə sahib olurlar imamətə, bir də yəqinliklə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əşhədü ən la iləhə illallah və ənni rasulullah. Şəhadət gətirirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və mən onun elçisiyəm. La yəlqallahu bihimə abdun qeyrə şəkkin fihimə illə daxələl cənnə. Bir qul bu iki kəlməyə şəkk etmədən Allahla görüşərsə, cənnətə daxil olar. İki şəhadət kəlməsinə Peyğəmbər s.ə.v şəkkin yoxluğunu şərt qoşur. İman əhlinin vəsfi Quranda, sünnətdə budur. Şəksiz, yəqinliklə. Ancaq küfr əhlinin vəsfi Quran-ı Kərimdə şəklə bir yerdə zikr olunur. Şək küfrün şöbələrindəndir, yəqinlik isə imanın şöbələrindəndir. Allah Subhanahu və Teala İbrahim surəsinin 9-cu ayətində bildirir ki, bütün peyğəmbərlər qövmlərini dəvət etdikdə tövfidə qövmləri onlara belə cavab veriblər. Və innə ləfī şəkkin mimmə təd'unənə ileyhi murib. Biz sizin bizi dəvət etdiyiniz şeyə şəkk edirik. Kafir qövmlər peyğəmbərlərə belə deyiblər. Biz sizin bizi dəvət etdiyiniz şeyə şəkk edirik. Küfr əhlinin sifətidir bu. İman əhlinin sifəti yəqinlikdir. Həqiqi iman əhlinin sifəti yəqinlikdir. Küfr əhlinin sifəti şəkdir, şübhədir. Yəqinlikdə bizə nümunə olan bir insanın inşallah nümunəsini xatırladacağım. Əbu Bəkr Əs-Siddiq radiyallahu anhu. Məkkədə başına gələn bir hadisə, bir də Mədinədə başına gələn bir hadisə. Məkkədə Darül Küfr dönəmində Zəlil çətin vəziyyətdə olarkən başına bir hadisə gəlir və Mədinədə İslam dövləti qurulandan sonra başına gələn hadisə və Əbu Bəkr radiyallahu anhunun yəqinliyi. İbn-i Hişam rahiməhullah sirasında rəvayət edir ki, İsra Meyrac hadisəsi baş verəndə Peyğəmbər s.ə.v Məkkədən gəlir Qüdsə, Qüdsdən gedir 7 samanın üzərinə, 5 vaxt namazın vacibliyini alır və qayıdır. Bu hadisə baş verəndə bu Məkkədə baş verib. Peyğəmbər s.ə.v qayıdır, bunu danışır insanlara. Məkkədə, çətin dönəmdə, Darül Küfrdə. İbn-i Hişam deyir ki, irtəddə kəsirun minənnəs. İnsanların çoxu mürtəd oldu, hələ Məkkədə, Darül Küfrdə. İnanmadılar, qəbul edə bilmədilər. Mürtəd olanlar gəldilər Əbu Bəkrin yanına. Dedilər ki, ey Əbu Bəkir, bilirsən sənin dostun nə danışır? Əbu Bəkir deyir ki, nə danışır mənim dostum? Deyir ki, getdim Qüdsə gecə, oradan getdim 7 qat samanın üzərinə. Əbu Bəkir deyir ki, vallahi o düz deyir. Burada nə var ki, deyir, onsuz da o həmişə bizə deyirdi də, mənə 7 qat samanın üzərindən vəhiy gəlir. O əvvəlki sözlə bu sözün nə fərqi var ki? O düz deyir. Sonra Əbu Bəkir radiyallahu anhu gəlir Peyğəmbər s.ə.v-in yanına, deyir ki, ey Allahın rəsulu, o hadisəni mənə danış. Əbu Bəkir yəqinlikdədir, sadəcə olaraq gəlib Peyğəmbər s.ə.v-dən soruşur ki, mənə danış, necə olub? Peyğəmbər s.ə.v bir vəsf edir. Belə oldu, belə getdim, belə peyğəmbərlərlə namaz qıldım. Hər dəfə bir şeyi vəsf edəndə, dayananda Peyğəmbər s.ə.v Əbu Bəkirə hadisəni danışır. Dayanan kimi Əbu Bəkir deyirdi ki, Əşhədü ənnəkə nəbiyyəllah. Şəhadət gətirirəm ki, sən Allahın peyğəmbərisən. Və yaxud da deyir ki, sadaqda, doğru deyirsən, sadaqda, doğru deyirsən. Peyğəmbər s.ə.v İsra Meyracı danışıb bitirəndən sonra, söhbəti bitirəndən sonra Əbu Bəkir deyir ki, ya Əbu Bəkir, və əntə siddiq. Ey Əbu Bəkir, sən siddiqsən. Məkkədə çətin dönəmdə imtihandan gözəl keçdi, yəqinlikdə idi. Sonra Peyğəmbər s.ə.v-dən Əbu Bəkir Mədinəyə hicrət elədi. İslam dövlətini qurdular. İlk döyüş baş verdi, Bədir döyüşü. Peyğəmbər s.ə.v 313 nəfərlə sirə kitablarında deyilir. Gəlir Bədir quyularının yanına, müşrikləri gözləyir. Müşriklər də 1000 nəfər gəlirlər, Məkkə müşrikləri. Peyğəmbər s.ə.v səfi düzdürür müşriklərə tərəf. Özü də gəlir, durur səfdə. Səfin arxasında bir dənə çadır qururlar. Çadırın qabağı açıq döyüş meydanına baxır. Peyğəmbər s.ə.v üçün qurmuşdular ki, orada oturub gözləyirdi, gün ziyan verməsin. Peyğəmbər s.ə.v gəlir, durur səfdə. Müşriklər gəlirlər. Peyğəmbər s.ə.v narahat olur ki, biz azıq 300 nəfər, onlar 1000 nəfərdirlər. Peyğəmbər s.ə.v narahat olur ki, Cəbrail əleyhissalamdan bir xəbər yoxdur, gəlmir. Peyğəmbər s.ə.v səfi tərk edir
Qayıdır gedir çadırına. Gedir çadırın içərisinə. Əbu Bəkir də çıxır səhvdən, gedir Peyğəmbərin dalınca, girirlər ikisi də bir yerdə çadıra. Əbu Bəkir yaxınlaşır, görür Peyğəmbər s.ə.v əlini açıb dua edir Allaha. Dua edir ki, ey Rəbbim, mənə vəd etdiyini ver. Yəni, mənə kömək et. Əbu Bəkir deyir, qulaq asdım, gördüm Peyğəmbər s.ə.v deyir ki, Allahümmə in tuhlik həzihil isabətə əl-yevm lə tu'bəd. Allahım, əgər bu qrup, bu dəstə, yəni müsəlmanlar, bu gün burada bunları həlak etsən, yer üzərində sənə ibadət edən olmayacaq. Peyğəmbər s.ə.v narahat da Allah subhanətələrdən kömək istəyir. Əbu Bəkir çadırın içərisində dayanıb, Peyğəmbər s.ə.və təsəlli verir. Deyir ki, ya Nəbiyyallah, ey Allahın Peyğəmbəri, İnnallahə mundiz mə vədəkə. Allah sənə vəd etdiyini sənə verəcək. Vəhiy gələn adama, vəhiy gəlməyən adam təsəlli verir. Əbu Bəkir radiyallahu anh Peyğəmbər s.ə.və təsəlli verir. Və yəqinlik budur. Əbu Bəkir radiyallahu anh Peyğəmbər s.ə.və təsəlli verir. Və Əbu Bəkir deyir ki, gördüm Peyğəmbər s.ə.v titrədi. Vəhiy gələndə Peyğəmbər s.ə.v titrəyirdi. Və titrəyəndən sonra fırlandı Peyğəmbər s.ə.v mənə tərəf. Dedi ki, əbşir ya Əbu Bəkir. Ey Əbu Bəkir, müjdə olsun sənə. Qad ətəkə nasrullah. Allahın nasrı, köməyi sənə gəldi. Hədə Cibril. Bu Cəbraildir Peyğəmbər s.ə.v deyir. Peyğəmbər s.ə.v çönüb Əbu Bəkirə demir ki, Allahın köməyi bizə gəldi. Demədi ki, ətənə nasrullah. Allahın köməyi bizə gəldi. Demir ki, ətəni nasrullah. Allahın köməyi mənə gəldi. Deyir, ətəkə nasrullah. Sənə gəldi Allahın köməyi. Yəqinliyinə görə Əbu Bəkirin Allah subhanətə onun boyda fəzilət verdi. Allah Rəsuluna təsəlli verirdi. Peyğəmbər s.ə.v də Cəbrail əleyhissalam gəldi yanına. Çöndü dedi ki, sənə Allahın köməyi gəldi. Sonra da Peyğəmbər s.ə.v həmən döyüşdə qələbə çalır. Səhabə deyir ki, müşriklər qasırdı, dalınca düşmüşdüm. İstəyirdim ki, vurum, gördüm, başı düşdü. Mələklər edirdi Peyğəmbər s.ə.v deyir bunu. Və bu yəqinlik Əbu Bəkir radiyallahu anhunun bizə nümunəsidir. İnsan yəqinlikdə olanda Allah subhanətələ insana çox böyük fəzilətlər verir. Mələklərin də indirir yer üzərinə. Yəqinlikdə olanda. Və Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, yəqinlik, dində yəqinlik 3 şey ilə əldə olunur. Dində yəqinlik 3 şey ilə əldə olunur. Birinci, Allah subhanahu və teala'nın ayətlərini, Quran ayətlərini tədəbbürlə oxumaq, düşünərək oxumaq, anlamaq, boş-boşuna oxunmamaq. İkinci, Allah subhanahu və teala'nın kövni ayətlərini tədəbbür etmək, fikirləşmək. Kövni ayətlər nədir? Günəş, ay, ulduz, dəniz, heyvanlar, insanlar, bunlar kövni ayətlərdir. Bunları düşünmək. Üçüncü, yəqinliyə səbəb olan şey, bildiyin elmə əməl etmək. Həmçinin sənə edilən nəsiyyətə əməl etmək. Bu üç şeylə İbn Teymiyyə rahiməhullah buyurur ki, yəqinlik əldə edilir. Birinci İbn Teymiyyə deyir ki, Allahın ayətlərini tədəbbür eləmək. Allah subhanahu və teala Muhammed surəsinin 24-cü ayətində buyurur ki, əfələ yətədəbbərunəl Qur'anə. Onlar Quranı düşünmürlərmi? Sual verir Allah subhanahu teala. Deməli, Quranı tədəbbür eləmək lazımdır, düşünmək lazımdır ayətləri. İkinci İbn Teymiyyə deyirdi ki, Allahın kövni ayətlərini düşünmək, Allahın yaratdıqlarını. Allah subhanahu və teala Al-İmran surəsində 190-191-ci ayətlərdə buyurur. İnnə fi xalqis səməvati vəl-ard və ixtilafil leyli vən-nəhər ləayətin li ulil əlbəb. Allah subhanahu və teala buyurur ki, həqiqətən səmaların və yerin yaradılmasında, gecənin gündüzlə əvəd olunmasında, bunlar abdı kövni ayətlərdir. Ağıl sahibləri üçün ayətlər var. Əl-ləzīnə yəzkurun Allaha qiyamən və qu'udən və alə cunubihim. O kəslər onlardır ki, onlar ayağı üstə olanda da Allah'ı zikr edirlər. Oturanda da Allah'ı zikr edirlər. Uzananda da Allah'ı zikr edirlər. Və yətəfəkkərunə fi xalqis səməvati vəl-ard. Və səmaların və yerin yaradılışını fikirləşirlər. Əsl iman əhli. Rabbənə mə xaləqdə hədə bətilən. Ey Rəbbimiz, sən bu şeylərin hamısını
batil yerə, nahaq yerə yaratmamısan. Bu ikinci dəlildir ki, iman əhli köhnə ayətləri tədəbbür edirlər. Üçüncü, İbn Teymiyyə deyir ki, dində yəqinlik əldə edilir, nəsiyyətlərə əməl etməklə, bir də bildiyin elm əməl etməklə. Allah Subhanahu və Teala Nisa surəsində 66-cı ayətdə buyurur ki, وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدُّ تَثْبِيتًا. Əgər onlar, insanlar, onlara edilən nəsiyyətlərə əməl etsəydilər, bu onlar üçün daha xeyirli olardı və sabitlik baxımından daha şiddətli olardı. Sabitlik baxımından. Və bu üç, İbn Teymiyyənin dediyi bu üç şeylə ayətləri tədəbbür etmək, köhnə ayətləri tədəbbür etmək və nəsiyyətlərə əməl etmək. İbn Teymiyyə deyir ki, bu üç şeyə əməl etməklə insanlar dində yəqinliyi, sabitliyi əldə edə bilərlər. Aqulu hadal qawla astaghfirullah li və lakum. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və la aqibatu lil muttaqin və la udvana illa ala'z zalimin. Amara bid-du'a və va'ada bil icabah və va'ada lil muttaqin bis-savab və lil mujrimin bil iqab və salatu və salamu ala əşrafil enbiya'i vel mursalin nəbiyyina Muhammedin və ala alihi və sahbihi və mən təbi'ahum bi ihsanin ilə yevmuddin. Əmmə ba'd. Deməli, yəqinlik imanın rukunlarındandır və bizim sələf salih kimi tanıdığımız sahabə tabiin, onlar budur yaşayıblar. Yəqinlikdə olublar. Ona görə Allah Subhanahu taala onları izzətləndirib. Həm bu dünyada, həm də axirətdə onlara cənnət müjdəsi verib. Abdullah ibn Ömər radiyallahu anhuma buyurur ki, Mə fərihtu bi şeyin fil İslam əşaddı fərəhən bi ənnə qalbi ləm yədxulhu şeyun min hədihil əhvə. İslamda ən şiddətlə fərəhləndiyim şey odur ki, sonradan çıxan havalar heç bir mənim qəlbimə girmədi. Nəyə görə? Çünki sahabə yəqinlikdə idi. Və indi biz öz halımızla zikr etdiyim beyaq yəqinliklə bağlı olan iman əhlinin sifətləri, səhabələrin nümunəsi özümüzü müqayisə eləməliyik. Biz də onlar kimiyik, yoxsa yox. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə qulubə bəni Ədəmə kulluhə beynə isba'eyni min əsabi'ir rəhmən kə qalbin vahidin yusarrifuhu heysu yaşə. Bütün Adəm evladının qəlbləri bir kişinin qəlbi kimi Rəhmanın barmaqlarından olan ki, barmağının arasındadır, istədiyi kimi çevirir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Məsəlül qalbi, məsəlül rişə Tuqallibuhər riyəh bifələt. Qəlbin misalı küləyin səhrada o tərəfə bu tərəfə çevirdiyi lələyə bənziyir. Qəlb, insanın qəlbi belə çevrilir. Və qəlb sözü ərəbcə qalibə fe'lindəndir. Sözün mənası ilə çevrilən deməkdir. Qəlb sözünün mənası. Ona görə bu şeyləri bilən adam daim ehtiyatını saxlamalıdır. Heç kimin sığortası yoxdur ki, qəlbi çevrilməyə bilməz. Və sabit qalmaqdan ötürü sabitliyə səbəb olan əməllər işləmək lazımdır. Əvvəl zikr edildiyim İbn Teymiyyənin 3 dediyi əməl sabitliyə səbəb olur. Və şəriətdə gələn başqa səbəblər. Sabit olmaqdan ötürü gərək insan sabit insanlarla bir yerdə ola. Sabit olmaqdan ötürü gərək insan sabit insanlarla bir yerdə ola. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əl-məru alə dini xalilihi. Kişi öz dostunun dinindədir. İnsan əgər sabit insanlarla bir yerdə deyilsə, onun sabitliyini pozacaqlar. Ondan sonra sabitliyə səbəb olan şey, insan gərək dua eləyə Allaha. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əd-dua silahul mümin. Dua müminin silahıdır. Və imadud din, dinin dirəyidir. Və nurus səmavati vəl-ard, səmaların və yerin nurudur dua. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanətə aləyə belə dua edirdi ki, Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et. Peyğəmbər sallallahu aleyhi və səlləm məsum idi, qorunurdu.
sabitlikdə idi. Nəyə görə belə dua edirdi? Başqalarını öyrədirdi. Ona görə sabit qalmaqdan ötürü sabitliyə səbəb olan əməllər işləmək lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Bədiru bil əməl fitənən kəqitə'il leylil muzlim. Qaranlıq gecənin zülmətləri kimi fitnələr gəlməmişdən qabaq əməllərdə tələsin. Qaranlıq gecənin zülməti kimi fitnələr. Peyğəmbər s.ə.v həmən zamanın əlamətlərini deyir. Yusbihu racil mu'minən və yumsi kəfirən. Kişi sabah mömin kimi sabahlayacaq, axşam kafir olacaq. Əv yumsi mu'minən və yusbihu kəfirən. Və yaxud da axşam iman gətirəcək, səhər yenə kafir olacaq. Deməli, irtidad çoxalacaq. İnsanlar dinə girəcəklər, çıxacaqlar. Bu hədisdə müasir dövrün murciyasına rəddiyə var. Onlar deyirlər, dinə giriş var, çıxış yoxdur. Onların əqidəti bu hədisə ziddir. Çünki Peyğəmbər s.ə.v deyir, nəinki dindən çıxış var, gündə 2 dəfə var. İnsanlar dinə girəcəklər, çıxacaqlar. Sonra hədisin sonunda səbəbini deyir Peyğəmbər s.ə.v. Yəbi o dinəhu bi aradin minəd dünya. O insanlar dinlərini dünya əvəzinə satan adamlardır. Bugünkü günün fitnələri, məşhur fitnələri. Nədir bugünkü günün fitnələri? Əhl-i sünnət adı altında danışan, Quranla, sünnətlə hərəkət etdiyini deyən adam, Quranı, sünnəti oxuyur, içərisindən şirk əhlinə üzürlər axtarır, tapır, çıxardır oradan. Əhl-i sünnət deyir özünə, ancaq şirk əhlini müdafiə edir. Ayətlərlə, hədislərlə. Ancaq özlərini hara mənsub edirlər? Əhl-i sünnə və cəmaət, sələf salihin əqidəsinə. Bax, bugünkü günün böyük fitnələrindəndir, bu hər yerdə yayılıb. Şirk əhlinə İslam hökmü verirlər. Ad da nədir? Həmən dəvətin adı nədir? Əhl-i sünnə və cəmaətin əqidəsi. Hamısı səhabədən sifat gətirir. İbn Teymiyyənin kitablarını oxuyurlar. Şirk əhlini müdafiə edəndə İbn Teymiyyənin sözlərini gətirirlər. Muhammed ibn Abdülvahabın sözlərini gətirirlər və Nəcd alimlərinin və başqa alimlərin. Bugünkü günün fitnələridir. Gəlin, müsəlman o fitnədən ayıq ola. Sonra bugünkü günün fitnələrindəndir. Bugün çox danışılan Peyğəmbər sallallahu aleyhi ve sellemin ölümündən sonra Peyğəmbərdən çağırıb şəfaət istəmək olarmı, olmazmı? İnsanlar düşüblər ixtilafa. Biri deyir olar, biri deyir bidətdir, biri deyir kiçik şirkdir. Dinin əsl məsələlərindən olan dua məsələsində insanlar düşüblər ixtilafa. Bir-birlərinə rəddiyələr yazırlar, kitablar yazırlar, xütbələr verirlər. Peyğəmbərə dua eləmək olar, yoxsa yox? Şəhidləri çağırmaq olar, ölmüş müsəlmanların uşaqlarını çağırmaq olar, yoxsa yox? Qurana şəfaət verilib, Quranı çağırmaq olar, yoxsa yox? Bu günün fitnələrindəndir bu da, böyük fitnələrindəndir. Ki, bu fitnə səbəb ola bilər ki, şirkə yol açılar. Şirkə böyük bir yol açılar. İnsanlar, İslamda olan insanlar yenidən qayıdıb bütpərəstliyə qayıdarlar. Peyğəmbəri çağır, şəhidi çağır, Quranı çağır. Xalis bütpərəstlik. Bugünkü günün fitnələrindəndir bu. Bugünkü günün fitnələrindəndir təkfir mövzuları. Təkfir barəsində, insana küfür hökmünü vermək barəsində. İnsanlar geninə boluna danışırlar. Allahdan utanmırlar. Bilən də danışır, bilməyən də danışır. Təkfir mövzusu yeganə mövzu olub dində. Təkfir dərsləri ən gözəl dərslər, təkfir kitabları, başqa şey yox İslamda. Hansı ki, bu təkfir Allah və Rəsulunun haqqıdır. Bundan danışan insan Allah və Rəsulunun adından danışır. Bugünkü günün fitnələrindəndir. Görürük, yəni insanların içərisində təkfir mövzusunda özbaşınalıq eləyənlər. Allah və Rəsulunun təkfir eləmədiyi kəslərini təkfir edirlər. Məsələn, deyir ki, qoğla işdin, kafirsən və ilə axır. Belə şeylər də baş verir. Bu da böyük bir fitnədir. Necə ki, əvvəlki o dediyim murciya şirk əhlinə üzr gətirir, şirk əhlinə ayətlər, hədislər gətirir və bəzir onlara üzrlər gətirir. Bu da həmən firqənin əksidir. Hər ikisi şərdir. Sonra bugünkü günün fitnələrindən bilən də, bilməyən də danışır Allahın dinindən. Alim olmayana alim deyirlər. Birisi var, türkməndir. Deyir, 25 il alimlərdən dərs almışam, dərs keçir. Saatlarla dərsləri var. Bir saat dərsinə qulaq as,
dərsin başından axırına qulaq, bir saat ərzində nə bir ayət zikr eləyir, nə də bir hədis. Danışır ancaq. Özə deyirlər ki, alimdir. Alimlər buna təsqiyə verir. Seçki məsələsindən danışır. Qulaq asırsan, seçki məsələsindən dərs keçir. Elə bir ki, seçki məntəqəsinin mətbuat nümayəndəsidir, seçkidən danışır. Belə gəlirsən, belə gedirsən, sonra da buna deyirlər ki, bu İslam alimidir. İnsanları təşviq edir haram olan şeylərə. Bugünkü günün fitnələrindən də bu da. Belə şeylərin hamısını bilmək lazımdır. Müsəlman gələ ayıq-sayıq ola. İslam alimlərindən birisi deyir ki, bir qövmün içərisində elmli adam olanda həmən insanları fitnələrə ayıq-sayıq edir. Fitnələri insanlara öyrədir. İnsanlar fitnəni tanıyırlar. Fitnə uzaqdan gələndə adamlar fitnəni tanıyırlar axı. Deyirlər gələn fitnədir. Fitnə gəlir böyürlərindən keçir gedir. Ancaq insanların içərisində, müsəlman toplumunun içərisində elmli adamlar olmayanda, ağıllı insanlar olmayanda, insanlara da fitnəni öyrədən olmur. Fitnə gəlir, girir o toplumun içərisinə, hamını dağıdır, bir-birlərinə düşmən edir. Müsəlmanlar bir-birini təkfir edir, sonra fitnə çıxır gedir. Sonra oturub fikirləşirlər ki, hə, bu fitnə imiş. Çünki tanımırdılar, gəldi onları məhv etdi, getdi. Ona görə fitnələrə daim hazır olmaq lazımdır. Fitnələri öyrənmək lazımdır. Ümumiyyətlə, dini öyrənmək lazımdır. Elmsiz yəqinlik mümkün deyil. Yəqinlik elmlə əldə olunur. Və Allah subhanəhə və tealədən istəyirəm ki, bizi imanımızda yəqin etsin. Amin. Və dinimizdə sabit etsin. Amin. Bizim dəvətimizi bərəkətləndirsin. Amin. Və dəvətimizdə kim zərər istəyir, Allah subhanətə onları məhv etsin. Amin. Və əxiru dəvənə ənilhamdülillahi rabbil aləmin. Subhanəkə Allahım və bihamdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və ətubu ileyk. Allah razı olsun. Təqəbbələllahu minnə və minkum.